Axşamınız xeyir, hamınız xoşsuz ki, necə cavan qalırsınız? Sizin sirriniz nədir? Hazırsınızsa sirrimi deyəcəm. Söydücümü qapağını açıram. Gözümdə donmuş xiyarı götürürüm. Gördüğünüz kimi xiyarın başını başını kəsdim bu cür. Başı kəsilmiş xiyarı götürürəm əvvəl alnıma, üzümə, hər yerimə vururam. 5 və ya 10 dəqiqə bu cür masaj edirəm üzümə. Yarım saat və ya 45 dəqiqə üzüm bu cür qalır. Yarım saat və ya 45 dəqiqə sonra ilıq suyuna yuyuram. Təmiz dəsmalla üzümü quruduram. Bu arada bu cür xiyarı söydücüyə qoyuram və həftədə 2 və ya 3 dəfə istifadə edirəm. İstifadə eləmədən əvvəl bu xiyarı, bu hissəni kəsib zibiliyə atıram. Siz də seni peşman olmarsınız. 30 dəqiqə sonra görüşərik. Yarım saat keçdim. İndi əlimi yuyuram. Təbii ki, ilıq suyuna. Evet, əlimi yuyuram. Əl-üzümün yanında üzümü qurutmuram, maskadan sonra edəcəm. Bu vəziyyətdə saxlayıram. Siz əgər istəsəz üzünüzü quruda bilərsiniz və ya mənim kimi üzünüzü yaş edə bilərsiniz. Sinyallar videomun altında yazsın. Videomu bəyənməyi, videomu paylaşmayı, kanalıma abunə olmağı unutma. Sizi yaxşı baxın. Bye bye.